Hazreti Ağanın da ki yanına gedəndə vaqəən mənə o gün bir xas bir gün idi. Nəfər çaharım qərar idi mən orada oxuyam. Gəldi biləxərə iş bir cür oldu ki, dedilər ki, ağa, vaxt yoxdur da sizə oxumağa. Əvvəldə dedilər ki, vaxt yoxdur. Dedim, bu, mən də biləxərə, mən burada Nadir Cavadı deyirəm, mən az tərəfi kol Azərbaycanı keşvər buradayım. Dedilər, sinə bərnamə, vaxtı bərnamə biraz az gəlir ki, ağanın isti yox, fərmayişatından istifadə edək. Allah səlamət eləsin, ay Kəlami Zəncani, ay Sərdar Cəbbari, oradan bunlar, mən həmahəng oldum. Biləxərə dedilər, ağa, vaxt azdır, nəhayət sənə biz 2 dəqiqə, 3 dəqiqə vaxt verə bilirik. Daim də deyil edirlər ki, məddahlar da əksərən orada hamısı 7 dəqiqə, 8 dəqiqə oxuyurdular. Xidməti bu asadətə ərz eləyim ki, bunlar mənə dedilər, 3 dəqiqə vaxt var. Dedim, ağayıb yox, qoy, mən keçim mikrofonu dalın, ha? Elə bu 3 dəqiqədə görək nə olayım. Başladım, şeirimi oxudum, hətta şeir buradadır. Burada bir yerdə vardı ki, həmdülillah ki, bəsirəmizə dəqaful vəriyəm, Fatimi bildə və zir ələmi heydəriyəm, əhl-i İranəm və sərbaz şərəf Azəriyəm. Həmdülillah ki, bəsirəmizə dəqaful vəriyəm, Fatimi bildə və zir ələmi heydəriyəm, əhl-i İranəm və sərbaz şərəf Azəriyəm. Gelmişem mahzar rahberde edem arz edem diyem ey yar Ali yaverim olsun Zeynep. Buradan gördüm ağam məclis dolandı. Mənə məcriyə bərnamə Allah səlamət eləsin ay vaizi bir seri işarələr ki, ağa vaxtımız qutarıb. Bir dəfə yox, neçə dəfə işarə elədilər? Ondan sonra dedim, ağa bir dəqiqədə mənə vaxt ver. Dubara bir dəqiqədən sonra oxudum. Mənə dedi ki, ağa, vaxtımın tamamı, Həzrət ağa müxat beləxəri sohbət və konu belə filan. Ağa o yandan əvvəldə bir işarə elədi. Əvvəl işarə elədi. İşarə eləyəndən sonra buyurdu ki, oxu günan. Be zəban Azəri oxu günan. خیلی عذرخواهی میکنم آقای جوادی به من تذکر میدن که ما محضر آجان رو میخوایم بشنویم وقت امروز گذشت. بخونید شما بعدی رو بخونید آقا گفتم بخونید ماشاءالله بفرمایید biz mürid şuhadaya Hazreti Ağa sana kurban olun biz mürid şuhadaya sözümüzde varıq bir gün inşallah bəqinin qapısın biz atarıq orada Zəhra xanıma cəşn viladət tutarıq Məhdi Fatimədən əvvəl icazə alarıq gördüm amadinə 4 günbəd ziba salarıq Bəhbəh eşq eləyim buna aş gözün şiyə gör aləmdə necə həm hələ var indi də kemr o sənəm var hələ də hər Mən o günü o ləhzə oradan dedim Xudaya şükür. Mən neçə il oxumağımın müzdün büyünləri bu Zəhra balasından aldım mən. Ondan ona da heç də sizə də deyən olmadı. Siz özünüz qutardınız. Ağa özü icazə verib. Bəli. Ağanın da getdim biləxərə məhsərinə. Ağa buyurdu ki, şeir kimindir? Ərz elədim ağa şeir ay Kəlami Zəncaninin şeiridir. Buyurdu ki, çox ləhni mən bunu müsahibə-i Seda Sima və müsahibə Ruznamədə də ərz eləmişəm. Ecra gözəl. Gözələ də çox belə ləhcə gözəl. Bizim bərnamədə buyurdu. Şeir gözəl, səsin gözəl, özün də gözəl. Məmnunam Allahdan, vaqən məmnunam. Kəğay Ahəngərən də buyurmuşdu. Bütün o xatirəni bizim bərnamədə buyurursunuz elə bəli. 40 ildir mən bunları oxumuşam, mənə bu sözü deyilməyib. Ay Cəvadi, əmruz Mozdə şoma رو Həzrət Zəhra dad. Vaqən də verdi. İnşallah dönələrlə təkrar olsun, amma orada da ləzzət aparmışdıq. Yəni elə biz görəndə, eşidəndə, baxanda ləzzət aparıyorduk, ona fəxr eləydik özümüzdə. Alan bir cür olar ki, mən bu Fars neşin
استانlara, şəhərstanlara mərasimə gedəndə çoxları deyər, in həmin məddəyə ki, ağa qop bexun. Səncə ağanın necə işarə eləmək, özü də bir dənə bir çox belə cana sinər bir ləhzələri yaratdı. Bu yolda bizim elə ülgülərimiz də vardı. Dönələrlə belə ki, Allah səlamət eləsin Hacı Təməddününü. Bəli, Allah. Allah ömür versin, sayəsi əsri olmasın. İlahi amin. Allah ruhun şad eləsin. Hacı Səlim, bəli. Ki, adam istəyir məsələn tərifliyə, o iradətin görsə də, məhəbbətin görsə də, amma hansı tosiflə adam vəsf eləyə bilər Hacı Səlimi. Bəli, Allah ruhun şad eləsin. Mən çox elə istiyor elə bir qismət söhbətimizdə Hacı Səlimlə olur. Allah ruhun şad eləsin. Mən kilası şəxsi və xüsusilə getməmişdim. Bəli, bəzi mövqelər təmasımız olardı. Bəli. Ruhun şad olsun. Ustad, bu şeirin məsələn, bu ahəngin məsələn, bu furudumla neyniyəcək? Bunları bizə buyurardı və neçə cələsələrlə baham olmuşuq. Məscid-i Pir Əbdülməlikdə, Eyd-i Qədir-Xumda, bəli. Bədən Məscid-i Mənsuriyədə xidmət arz eləyəm, Velədət Həzrəti Əli ibn Əbi Talib ağada. Həmişə mən görərdim, tamam məddahların əlindən tutardı. Birinin zovqundan vurmazdı. Ay Məzinzadə. Bir dənə məddah ki, təzə başlayıbdı, onun əlini tutardı. Təşviq elərdi onu. Çox bozorgvar bir ağa idi. Çox, çox. Mən neçə cələsələrlə baham olmuşduq. Mən bu bozorgvardan bir dənə qeybəti eşitmədim əslən. Heç vaxt. Bu nə hamid deyil. Əslən qeybət adları zaten. Əslən. Ay Məzinzadə də vaqəən bozorgvar bir şəxsiyyət idi. Allah ruhunu şad eləsin. Milli bir şəxsiyyət idi. Cəhani bir şəxsiyyət idi. Məmnunam. Günə bir xas fərmayışınız olsa biz xidmət istəyirik. Xahiş edirəm. Mən fəqət bunu Allahdan istəyəm, Allah yanında verəyəm. İmam Hüseyn ağanın ehtiramına. Allah hamımızı fəqət aqibət və İlahiyam inşallah. İlahiyam. İmam Hüseyn nəzərindən salmasın. İlahiyam ya Rəbbəl alamin. Sağ olasınız. Məmnunam. Və təşəkkür siz mehriban dostlarımızdan Səbəlan şəbəkəsi ilə yar yoldaş olan, yol yoldaşı olan əzizlərimizdən ki, bərnamədən ayrılmadınız, bərnaməni gördük. Sağ olasınız və ayrı görüşlər ümidi ilə sizi mehriban Allaha tapşırıyor. Haqq pənahında sağ qalın da xədə. Yarasından axar qan içən əsgəri yandım ay bala. Teşne veren can bala, can sənə qurban bala. Gəl necə gör tutmuşam Şam-ı qəriban bala. Munisim